Salam, dəyərli həmkarlar. Edumed platformasının rəsmi sertifikasiya imtahanına hazırlıq materiallarının növbəti izahına xoş gəlmisiniz. Biz bugün birbaşa imtahan mənbələrindən götürülmüş olduqca kritik və aktual bir ssenarini, məsələ 1-i, yəni uşaqlarda kəskin boğulma hallarını təhlil edəcəyik. Bilirsiniz, məqsədimiz sadəcə quru faktları əzbərləmək deyil. Biz bu qərarların arxasında dayanan klinik məntiqini tapmalıyıq ki, həm nə etməli, həm də niyə etməli suallarına tam əminliklə cavab verə bilək. Gəlin çox vaxt itirmədən elə birbaşa işə keçək. Dediyim kimi, bugün qarşımızda Edumed'in rəsmi kliniki məsələlər toplusundan olan birinci məsələ var. Baxın, bu sadəcə sıradan bir sınaq sualı deyil, qətiyyən. Pediatrik təcili yardım senariyalarından bəhs edirik və burada sizin nə qədər sürətli reaksiya verməyiniz, ən əsası isə o stres altında necə soyuqqanlı klinik qərarlar qəbul etməyiniz yoxlanılır, dəqiqələrin yox, sözün əsli mənasında saniyələrin həll etdiyi bir vəziyyətlə üz-üzəyik. Gəlin ssenarini təsəvvür edək. Gecə yarıdır. Uşağın 38.7 qızdırması var və birdən o qorxunc, hürücü öskürə ilə yuxudan oyanır. Uşaq açıq aydan nəfəs almaqda çətinlik çəkir. Arabir boğulma tutmaları olur. Gecə vaxtı olması, bu dərəcədə yüksək hərarət və o spesifik, klassik hürücü öskürək səsi, razılaşın ki, bu mənzərə dərhal beynimizdə o klinik həyəcan siqnalını işə salmalıdır. Vəziyyət olduqca gərgindir. Bəs siz belə bir anla qarşılaşsaydınız, nə edərdiniz? Elə burada imtahanın ilk rəsmi sualı gəlir. Diaqnoz nədir? Gəlin variantlara baxaq. A. Rinit, B. Yalançı inaq və C. Həqiqi inaq. Özünüzü bir anlıq həqiqi imtahanda hiss edin. Senaridəki ipuçlarını, o xarakterik hürücü öskürəyi və qəfildən başlayan gecə boğulmasını xatırlayın. Sizcə hansıdır? Təbii ki, əgər B variantını düşündünüzsə, tamamilə haqlısınız. Bəli, bu yalançı inaqdır. Yəni, hamımızın bildiyi Krupp sindromu, digər adıyla kəskin stenoz edici laringotraxeit. Axı, bu xəstəliyin əsas vizit kartı elə məhz budur. Gecə vaxtı qəflətən başlayan o sərt öskürək və tənəffüsün pisləşməsi. Senaridə verilən hər bir detal əslində bizi birbaşa bu tək və dəqiq diaqnoza aparır. Əla, diaqnozu artıq bilirik. Bəs indi növbəti addımımız nə olmalıdır? Bu bizi ssenarinin daha praktik tərəfinə, ikinci suala aparır. Sizcə bu zaman nə etmək lazımdır? A. Sahə həkiminə xəbər vermək. B. Təcili yardım çağırmaq. Yoxsa C. Səhər üçün qəbula yazılmaq. Burada məsələ sizin təcili tibbi prioritetləri necə sürətlə və düzgün qiymətləndirməyinizdədir. Əlbəttə ki, cavab qəti olaraq B variantıdır. Təcili yardım çağırmaq. Bunun niyəsi isə çox sadə, eyni zamanda sərtdir. Uşağın həyatı təhlükədədir. Tənəffüs yollarının stenozu, o daralma və ardınca gələn boğulma tutmaları heç bir saniyə belə ləngiməyə dözmür. Səhər poliklinikanın açılmasını ya da hansısa həkimin yolunu gözləmək kimi bir lüksümüz yoxdur. Dərhal peşəkar müdaxilə şərtdir. Yaxşı, tutaq ki, briqadanı çağırdıq, onlar artıq yoldadır. Bəs həkim gəlib çatana qədər, tibb bacısı olaraq otaqda tək qalanda nə etməlisiniz? İmtahanın bu üçüncü sualı məhz tibb bacısının səlahiyyət çərçivəsini dəqiq bilib-bilmədiyini yoxlayır. Nə edərdiniz? A variantındakı kimi yayındırıcı terapiya, B-dəki kimi medikamentoz terapiya, yoxsa C-ni seçib sadəcə heç nə etmədən gözləyərdiniz? Əgər A variantını seçdinizsə, əla. Doğru cavab yayındırıcı, yəni refleksogen terapiyadır. Baxın, buradakı ən vacib prinsip nədir bilirsiniz? Tibb bacısı həkim təyinatı olmadan öz başına qətiyyən dərman preparatı tətbiq edə bilməz. Hətta belə həyati vacib məqamlarda belə xüsusi icazə olmadan hər hansı bir dərman vermək yol verilməzdi. Bizim əsas işimiz o an uşağı qeyri-dərman üsulları ilə, yəni refleksogen terapiyalarla bir qədər stabilləşdirməkdir. Sual yaranır ki, bu yayındırıcı terapiya dediyimiz nədir axı? Praktikada necə işləyir? İmtahan üçün bu 3 qızıl addımı mütləq yadda saxlayın. Birinci, dərhal pəncərələri açmaq və otağın havasını dəyişmək lazımdır ki, uşaq oksigen ala bilsin. İkinci addım havanı nəmləndirməkdir. Çünki quru hava onsuz da qıcıqlanmış boğazı daha da pis edir, öskürəyi artırır. Və üçüncü ən maraqlı addım ayaqları isti vanna etmək. Niyə isti vanna? Çünki bu olduqca effektiv refleksogen bir üsuldur. Qanı boğazdan, yəni o daralmış, ödemli tənəffüs yollarından aşağıya, ayaqlara doğru çəkir və nəfəs almanı xeyli rahatlaşdırır. Deməli, boğulmanı və tənəffüsü biraz yüngülləşdirməyə çalışdıq. Amma unutmuruq ki, uşağın hələ də 38.7 qızdırması var və təcili yardım hələ yoldadır. Növbəti sınaq sualımız da elə məhz bununla bağlıdır.
bu hərarəti necə endirmək lazımdır? A. Masajla, B. Fiziki üsullarla, yoxsa C. Hərarət salıcılarla. Diqqətli olun, bu çox incə bir məqamdır. Əgər bayaqki qaydanı yaxşı xatırlayırsınızsa, yəqin ki, düzgün variantı tapdınız. Bəli, cavab B-dir, fiziki üsullarla. Bayaqda qeyd etdiyimiz kimi, əlimizdə həkim təyinatı yoxdursa, uşağa qızdırma salıcı da verə bilmərik. Buna görə də hərarətə qarşı ilk və ən təhlükəsiz silahımız ancaq fiziki soyutma üsulları ola bilər. Təcili yardım gələnə qədər edə biləcəyimiz ən adekvat addım məhz budur. Və gəlirik bütün ssenarinin ən həlledici, həqiqətən də sanki həyatla ölüm arasında incə bir xətt çəkən 5-ci sualına. Əminliklə deyə bilərəm ki, imtahanda bu sual bir çox adamı tələyə salır. Sual belədir, qrup keçirən bu uşağa nə qədər maye vermək olar? Adətən yüksək hərarət olanda ilk ağlımıza gələn bol maye vermək olur, elə deyilmi? Amma gəlin düşünək, A. Çox miqdarda, B. Heç verilməməlidir, yoxsa C. Məhdud miqdarda. Nə düşünürsünüz? Xahiş edirəm burada çox diqqətli olun. Doğru cavab B-dir. Qətiyyən verilməməlidir. Baxın, bunu sadəcə imtahan üçün yox, peşəkar karyeranız üçün bir qızıl qayda olaraq yadda saxlayın. Maye vermək qəti qadağandır. Səbəbini soruşsanız, cavab sadə fiziologiyadadır. Uşaq o an kəskin nəfəs darlığı içindədir, sanki boğulur və var gücü ilə ciyərlərinə hava çəkməyə çalışır. Belə bir panika və ekstremal vəziyyətdə xəstənin udma və nəfəs alma koordinasiyası kəskin şəkildə tamamilə pozulur. Bu vəziyyətdə suyu içirtməyə cəhd etmək, inanın ki, çox dəhşətli nəticələnə bilər. Elə rəsmi imtahan materialından götürdüyümüz bu cümləni mütləq səsləndirmək istəyirəm. Statda deyilir, maye qida borusu əvəzinə nəfəs yoluna qaçaraq uşağı boğulma həddinə çatdıra bilər. Bəli, bu tibbdə çox yaxşı bildiyimiz aspirasiya təhlükəsidir. Düşünün, onsuz da stenozdan daralmış tənəffüs yoluna bir damla da olsa suyun qaçması tam bir bloka səbəb ola bilər. Cüzi, masum görünən bir addım belə vəziyyəti anında letal, yəni ölümcül sonluğa apara bilər. Beləliklə, bugünkü təhlilimizdə biz sadəcə EduMed rəsmi testlərinin A, B, C variantlarını tapmadıq. Ən əsası, o variantların arxasındakı sərt, bəzən güzəştə getməyən, həyati klinik məntiqi aydınlaşdırdıq. EduMed sertifikasiya platformasının hazırladığı bu materialların da təməl məqsədi elə məhz budur. Gözü bağlı, mexaniki əzbərçiliyi yox, həm imtahanda yüksək nəticə göstərməyimizə, həm də real təcrübədə can qurtarmamıza kömək edəcək dərindən anlamanı formalaşdırmaq. İzahımızın sonuna yaxınlaşarkən, istəyirəm hamımız özümüzə bir anlıq bu sadə, amma ağır sualı verək. Bir uşağın nəfəsi təhlükədə olanda, o vahiməli gecə yarısında düzgün qərarı tərəddüdsüz verməyə tam hazırıqmı? İnanıram ki, bugün xırdaladığımız bu təməl prinsiplər sizi həm sertifikasiya imtahanında, həm də növbətdə tək qaldığınız o gərgin anlarda mütləq xilas edəcək. Sertifikasiyaya mükəmməl hazırlaşmaq üçün EduMed platformasında izahını verdiyimiz növbəti kliniki məsələləri də mütləq izləyin. Biliklərinizi daim kəskin saxlayın. Növbəki təhlillərimizdə görüşənədək özünüzə yaxşı baxın.